Yayımın baş sponsoru Berk Soyuq Çayları. Sponsorlar Quix Məişət Avadanlıqları, Bomba Beloçka Tumları, Baku Avtomol, Qardaşlar Mebel, Permalit Boyaları. Ana, gəl gedək içəri, mənim həmi sən ver. Mənim atam gələn oxşamır bugün. Abala, anayla həri olur, ha qızım. Bir dədən gəlsin, bir xeyir duanı versin də. Dədənin xeyir duası olmadan istəyirsən, gedəsən. Ay ana, dədəm xeyir duanı mənim toyumda mikrofonla verər, gəl. Popcorn kimi patlama, nə olur? Gəlir də dədən. Qızım, səbirli ol. Qızım, səbirli ol. Partlayaram da ay ana. Bütün yaşıtlarım, sinif yoldaşlarım, bağça yoldaşlarım hamısı hərə gedib. Bir dənə mən qalmışam, subay. Bir günümə bax mənim. Yaxşı. Yaxşı, dədən gəlsin bir şey fikirləşəcək. Yaxşı. Ana, bax deyirəm Asım. Bugün siz mənim şirin çayımı verməsəz, o qəfidalı götürüb, üstümə töküb bax belə özümü yandıracam. Qalacaqsınız mənsiz. Sən bizi biabır elədin, bala, sən nə yamanıymışsan. Nə yaman? De, gəldi dədə. Gəldi. Hə. Dədəm gəldi. Ata. Dədənin də yanında belə şeylər eləmə, zayıfdır. Salam ay qızım. Salam ay ata. Gəlirsən ay ata. Hara gəlirlər? Elçilərimə hə deməyə. Deyik də qızım, deyəcək də. Deyəcək, hənin deyəcək də. Yox, oturmamışıq ha. Hənin də vaxtıdır. Dayaq, səbrin olsun. Gəlib hə? Hamısı? Hamı buradadır. Ər-arvadlı? Hamısı. Oğlan da buradadır? Hamısı. Mən də tələsmə qızım şey deyik istəyəm. Verəcəm. Mən bir aralı dur, bir dedim. Ayna dur. Sən gir içəri bir dənə. Sən bir dənə gir içəri. Bir danışaq, sən gələrsən. Biz o dalıqdır mənim. Çıxdı. Buna baxayım. Buna Vay baxayım. dədəm Vay vay. səni raparsın abala. Yaxşı qızım. Mən nə deyirəm? Nə fikirləşmişəm? Deyirəm, onsuz da bunlar gəlib gedir. Ta bunu verirsə, boşuna verməyəcək. Plan quraq. Plan nədir? Plan nədir? Plan nədir? Mən deyim ki, bəs qardaş, qızım sənin oğlunu bəyənmir. Ata bəyənirəm axı. Ürəyim gedir ay ata. Dayan, nə bil? İstəyirəm də. Dayan, nə bil? Regirovka ver qızına. Sağ hər gün, yarım saat. O boyda təlim keçirəm. Deyirəm dədənlə belə danışma, yenə özünə qoyulmursan. Rigi, qızım, Rigi. Rigi yoxdur, Rigin zəifdir. İndi nə deyirəm? Deyirəm ki, deyək ki, bəs bəyənmir. Sən git, bir də gəl, biz də bir qızı bir dilə tutaq. Bunlar növbətdə və gələndə. Biz deyək ki, bəs qızı məcbur razı saldıq. Bunun pilusu nədir? Pilus. Nədir? Biz bu dəqiqə pilusa işləməliyik. Pilusu nədir? Pilusu odur ki, sabah qızım sən ərinlə dalaşdın, elədin, ola bilər. Ata dalaşmayacam. Ola bilər. Gəlməyəcəm. Olur da, söz-söhbət hər bir ailədə var. Hər bir ailədə var. O ailədə də söz-söhbət olanda, dava-dalaş olanda da sən denən ki, mən səni bəyənmirdim, mən atamın sözünə mecbur ərə gəldim. Budur tema, budur, bunun tapmışam mən. Yox, yaxşıdır, amma belə lazım deyir söz-söhbətlər. Bax, özüm toyun səhərsi oğlanın anasına gedib yerində oturduracam. Nə deyirəm, indidən onu versəydi. O iş məndə. Gəlin gedək də. Gəlin, artıq söhbətlər lazım deyir. Artıq söhbətlər lazım. Məni soxur içəri. Az bir bəsdir. Az bəsdir, dədəndən ayıbdır. Abrın olsun ki. Gəlin. Deyirəm ki, ondan sonra Semçikə çıxlamaq istəyirdim, bura gəlir. Nələ onu da? Nasılsınız Fadil? Salam aleyküm, salam aleyküm. Salam verin. Necəsiz? Salam. Yaxşı olasınız. Necəsiz? Sağ olun. Hacı necəsiz? Yaxşı, sağ olun. Yaxşı, yaxşı. Salam verin. Başlayın, siz də gözlətdik. Heç nə olmaz. Siz laf yaxşı. Laf yaxşı.
Maqsud müəllim. Xoş gəlmisiniz bir daha. Sağ olun. Deyirəm, Bu gün sönüdür, üzr istəyirəm. sünüdə. Siz həmişə gələndə eyni güldür, ona görə deyir. Götür şeydir. Hələ bu dəfə verərik da, qalar sizdə. Deyirəm, neçənci dəfədir gəlirik bu təzə gələndə. Elçilik sözünə o qədər atalar söz bilirdim. Ta atalar sözü də tapa bilmirəm. Deyirəm, elə bir böyük kimi xeyir-dua verəsiniz. Biz də sevinə gedib toya hazırlıq görərdik. Bu atalar sözü niyə demirsiniz ki, belə bir atalar sözü də var? Qız ağacı, qoz ağacı. Hər gələn bir daş atar. Ay Maqsud qardaş. Deməli, keçən dəfə... Tələsmə, çaya tələsmə. Gətirdi qoydu yenə. Keçən dəfə siz bizi buradan əli boş yola saldınız deyə. Yoldaşım hirsləndi, çox əsəbləşdi. Dedi ki, gedək ay oğul, sənə başqa bir qız alaq. Biz də elə axtardıq, baxdıq, amma heç kimi bəyənmədik. Ona görə yenə gəldik sizin qapınızı döyməyə. Bəyəndiklərimiz də bizi bəyənmədi. Bir müdürümün qızına elçi getdi. O da elə böyün sabah eşitdik ki, qızı verib toyda olub. Sən atçot verməyə gəlmişsən, bura özü biraz naza qoy da, deyilən biz bəyənmədik. Xoş gəlmisiniz bir daha. Xoş gününüzdə yəni. Bilirsinizmi, mən belə deyirəm, biz bu qızı saxlayıb evdə suxarika döndərəsi deyirik. Bunu biz də istəyirik ki, verək. Biz istəyirik ki, nəvə oynadaq. Bəli. Bir ailə şey olsun. Prosto bizə problemlər çoxdur. Bu da ailədir. Mənim də bir qızım var. Mən də narahatam bir ata kimi ki, istəyirəm ki, belə ailədə problem olmasın. Ailədə bir boşluq olmasın. Amma siz bununla 4-cü dəfədə yetişkərsiniz, mən sizdə yırtıq deşik çox görürəm. Yəni, bilirsənmi, bax, qıza bax, oğlana bax. Bunları yanbayan toya girsələr, hamı deyəcək ki, bu bəy harda qaldı. Bəy harda qalsın ki, qız da atasının qolundan çıxsın. Bu, bilsən, bu da ata olmalıdır da, düzdürmü? Baba olmalıdır, ata, baba. Bu, babadır, atalıqdan keçib. Bu, ötdürmüşsünüz. Əslində yaşı elə çox deyil. Neçə yaş var bunun? 26. Bu, nə yaşayıb ki, bu 26 yaşından ki, bu ağappaqdır, buna bax. Elə bir şey şaxtab var. Maqsud qardaş, şimal qarasas bir oğlan idi. İş gördü. Toyuq ferması açdı. 22 min cücəsi bir gecədə tələf oldu. Vay evin düşür. Yarım milyon ziyana düşdü. Mən də elə evdə oturmuşdum. Gəldi ki, ay ata, mən də dedim ki, Haycan, ay sənə nə olub? Baxdım ki, ağappaq şaxta baba durub qabağımda. Bilsən, mənə bax, qonşumuzda rəsmiyə var. O qızın ələ verib, onun deməli kürəkəni, toyuq ferması açdı. İndi deyirik ki, o toyuq fermasında da işi böyüdüb da, Amerikada da toyuq vurur da işi elə böyüdür. Bizim qismətimizdə elədir ki, onun cücəsi qırılır. Bizdə şey yoxdur, bəxtə bizdə problem var. Düzələcək Maqsud mənim, düzələcək. Tək düzəlsin, amma imkan varsa bir də bilmədiyi işə girişməsin. Bir də girsə, bu işemiyə olacaq. Bildin də? Amma bildiyi işlə məşğul olsun. Ümumiyyətlə, insan gərək bildiyi işlə məşğul olsun. Yoxsa batırır. Batırır, o qədər batırmışıq ki. Bəli. Bax, girərsən bilmədiyin işə, bir də görürsən, çıx, tutdu, getdin həkimə, görürsən ki, işemiyə olmuşsan. İşemiyə olub mu heç? Cavandır Maqsud. Yəni deyirəm belə. Heç indi daha gəlirsiniz, gedirsiniz.
Tani qızınla belə deyək ki, könlü var. var. O elə gecə arvad da mənə deyir ki, deyir ki, verək getsin də, oğlan mərifətli qanacaq. Çox yaxşı. Amma səsini eşitməmişəm, hələ səsini eşitməmişəm. Böyük yanında danışma. Böyük yanında da özü də böyük. Maqsud qardaş, o deyirlər ki, xalqın uşağı belə mərifətlidir, qanacaqlı qabiliyyətlidir ya. Həmin o xalqın uşağı bax budur. Bizim uşaq səndə. Mənimdir. Deyir, xalqın uşaqdır. Yəni o bir adamı ki, nümunə göstərirlər ki, xalqın uşağı falan belə, həmin o xalqın uşağı budur. Mənə də birinci satmadı. Mən başqa cür başa düşdüm, sən demə. O məqsəd. Yox, mərifətli qalacaq uşaqdır. Mən də bu işə razıyam. Nə gözəl. Mən də meyliyəm. Bir kəlmə söz soruşacağım. Onunla da vəsə. Buyur. Belə azaltı yoxdurmu belə şeylərə zadları, belə pis vərdişi zadı? Yox. Qumar mumar. Yox, pis Qumar. vərdişi. Yox. Qumar. Yox. Bir balaca hələ kefil istəyən vurandı. Sən vurandı. Da belə çappanı götürsün, bir nəfəsə vursun. Heç piyan olmur. Bir çappa içir, piyan olmur. Bir çappa ilə Təsir eləmir. təsir eləmirsə, bu hopuf da bunun bədəni. Ya, tərcidəcək. Yox. Sən gəl belə. Görsən, bax, görsən, soruşma yaxşı şeydir. Ataver dayı getsin də, niyə uzatırsan ki? Başa sal. Az bir də. Bir dənə də qızım, sabah gələrsən ki, bütün gün itif gəlib evə. Yox, gəl belə. Yox, mən qızımı, mən demişəm özümə, içər adama verməyəcəm. Getsin, tər gitsin, mənə də şəklini çək ki, əlim bastı. Yoxdur təyələ söhbət, ondan sonra mən sana qızı verirəm. Belə yox. Ancaq. Ona görə də yavaş-yavaş tərpəşək. Yaxşı. Nə tərdir? Sən olsa qızı verərsənmi? Yox, vermərəm. Sağ ol. Nə deyən var idi, deyən içir o. Asma xayrım soruşdu dedim də. Hardan biləcəkdi? Reytsatdır benim ağzını yiyəcəkdi. Yaxşı, düş qabağıma. Çappa gəlsin. Dur da. Yaxşı, sağ ol. Sağ olun. Ay ata, getdilər Gərək məni verərdin də. Nəyə saxlayırsan məni? Saxlayıb düzə qoyacaqsan məni? Asla benden danışırsan, asla danış. Bəsdirəm. Sən bir kişi ilə dolanamırsan. Bir kişi ilə dolanamırsan. Bala, Ana. yaxşı ki gəldin. Ya sən məni apar, ya da mən taksi çağırıb gedirəm. Ana, hara gedirsən ana? Bir dayan görəm, nə olur? Bir danış. Şo, sənin dədənlə bir evdə yaşamaq mümkün deyil. Niyə ay ana? Bir danış. Ana, niyə qonşularda zaten naifdir deyirlər. Bu 2 dənə yaşlı başlı adam bir-birindən dolanmır. Nə olub ana? Abala heç nə olmadı. Danış. Bu girdi çimməyə, üzünü başını qırxırdı. Ma dedi, gəl belimi kisələ. Belini kisələdim. Nə olar ki, kisələməlisən də. Ma dedi, boynumun dalına rezva ilə təmizlə. Hansı lezvanı? Bu dana. Bunlar. Bu da cavanlığında kök olub. İndi boynunun dalı qat-qatdır. Elə yüngülcə rezvanı vurmuşdum ki, boynunun dalına, bunun boynunun dalını qan apardı. Gördüm səsini atıb başına, sən mənim qəsdimə durmuşsan, mənim qanımı içmək istəyirsən. Görsən bala, sənin dədən bax belə adamdır. Yola gediləsi adam deyil. Məni apar. Aparıram sonra deyəcəm ki, narahatam, aparın kişinin yanına. Aparıram, dolanınlara, ne dolanmırsınız ayağına, ne dolanmırsınız? Sənin dədən dolanılası adam deyil. Məni apar, götürsün kamı. Götürsün kamı, tam bəsdir. Hardadır maşının, Buradadır.
Qoy görüm nətər qoyursan. Aç görüm o bagajın qapısını. Ana sumkadır, ana bazen narahat ol. Bax görüm də görüm. Sumkadır da. Qoy yer elə ona. Elədim, ha. Şo. Ağzını Bunu bağla. eləyim. Onu da qoy onun böyrünə. Koydum, ha. Hə, bağla. Ha, get otur sen. Bağla. Cəma qapını aç. Cəma qapını aç. Ana, qoy mən otuzdurum da sen. Bax, məni çağırıqdırma. Ha. Qoy özün biləm kim otur. Otur, bak. İşin olmasın məndən. Ha. Özüm biləm. Deyən. Bak, səhv attın yine. Bak, səhv yoldasan yine, ana. Səhv yolda. Qoy mən kömək edeyim də sen. Dəymə, özüm biləm. Ha, indi git. Deyən, İndi git. İndi git. deyən. Ya. İndi git. Bala belim qaldı, bala. Sənə eləmə. Sen deyirəm, lan mən gözləmdən. Mən tədbirəm, Yenə çağırıqdı be. Gözlə. Görsən bana. Özünü sal içəri. Bura. Bala, Gözlə, ana. bala, Bir. bala, Gözlə, ana. Ayağıma. bala, İndi git. Açsın. yarısı gitti. Yarısı. Elini sal içəri. Deyən, Elini sal içəri. yenə çağırıqdı be. Evet, yerin katlanır. Bırak. Bırakma. Bırak. Sən. Zulüm dana. Mən yanakı qaldım, ev yoxdur. Ev yoxdur. Atır dana ayağına. Bir kişi nədir ki, ondan dolandır. Yanında gəlinin yok, bir şeyin yok. Eşsən. Bax orada gönüllərin hansını üstü. Salam əleykum. Salam əleykum. Bala, sən məni bura nahaq gətirdin. Sənin dədənə nə alsan da, onun bir bəhanəsi var dalaşmağa. Dədən yaşanlası adam dörək. O əncir ağacı oluyik. Altında oturursan, görsən, bütün oksigenini alır. Bax, sənin dədən kopya əncir ağacı kimidir. Bütün nəfəsini adamın alıb sorur. Ayağına, yaxşı da, ya. Sizin indi davanız bu üzqırxana görə deyil. Alıram da, bax, alıram. Var da, bax, həm saç qırxandır, həm üzqırxandır. Bu həm, müəllim, bu həm su ilədir, həm də köpü ilə. Çox sağ ol. Var da, bax, alarım bu dava qırğınınız qutarsın. Elə bilirsən, bu dava qırğın bununla da qutaracaq. Ha? O gün bilsən, başıma nə oyun atır. Görürəm içəri otaqda nəvəsi ilə qırğın elir. O deyir, bu deyir, o deyir, bu deyir. Gəlmişəm, deyirəm, ki, nə istəyirsən uşaqdan? Deyir, qəfdandan mənim konfetimi açıb yev. Deyirəm, mən nə olsun, yesin da. Uşaqdır da, nə olanda? Yox, mənim o lumulu konfetimi alıb qoysun yerinə. Deyirəm, mən nəvən? Deyir, hə, mənə dəxli yoxdur. Deyirəm, mən sənin nəvən 2 yaş yarımlıq deyil. Nətər gedib alsın o lumulu konfetini? Alaram da, Alıb gətirib tökərik da qabağına bir meşok. Alaram, Nə alaram. istəyirsən sən bizim bu quru canımızdan? Yox, sənin dədən qəti yaşanlası adam dör ha. Yaşanlası adam dör ha. Yaşanlası adam dör ha. Ana, bir dəfə dedim, bildi. Ana, yaxşı dövdü, ana, ayıfdır. İndən belə nətər edir? İndən belə ayrılasınız siz. Bu cəmat el-oba nədər? El-oba nədər ayana? Bax, gəl seçəkdə, hansı ürəyi istəyir seçəkdə bu 140-an bilin. Bax, beləsi də var. Baxım. Bu 38 manatlıq. Var burada 33 manatlıq. Yox, bala, istəmirəm, sağ güc düşsün. Onda hansını seçək? 38 manatlığı seçək. Sağ ol, sağ ol. Dədənə ancaq bahalısı yaraşır da. Bax, belə olun da, Nayana. Bax, bir-birinizin qədrin bilin. Birazdan darıxassan, indən bir-birinizə cırmaqlayasın. Amma öləndə özünü cırmaqlayasın ki, hardasan ay kişi, hardasan gəl məni acıla. Allah uzaq eləsin. Bax, bu da yaxşıdan.
Bəlkə bundan götürək. Bu 33 manatdır. Yox, elə 38 manatlığı Yaş, götürsən. olsun. Olsun. Onu götürək. Hə, tut bunu. Tut bunu. Aha sən. Bala. Sağ qoy güc düşməsin. Narahat olma. Sən canın qoy biraz. 10 manatını verim. Ma bax. Verəcəm. Ma bax. Mən Yox, hansı günlə qazanım? Hamısını vermirəm. 10 manatını Lazım, verim. qoy qalsın. Anan ürəyində qalmasın da bala. Qoy qalsın. Bala, icazə ver. Benim bu çörəyi yeyirik, amma nəsə çatmır. Səncə? Berk. Düppədiz. Qardaş, bizim berkləri ver. Hansını içirsən? Şaftalı, feyxua, mango yoxsa marakua? Mango ilə başlayaq. Mən şaftalı ilə. Səsə var. Yoxdur da mango. Sənin dədən mənim cehizlərimin heç birini bəyənmir. Bunların hamısının vaxtı keçib. Ana bax, Quixin belə çaynikı olan yerdə sən nə belə çaynik işlədəsən? Bu Quixin nə gözəl ütüləri var. Köhnədən ayrıla bilirsən ki, təzədən xəbərin olsun. Təzə radiatorlar çıxıb, sən bu pletkadan çıxa bilmirsən. Bu Quixin toz soranın nə gözəldir. Heç səsi də çıxmır, ey. Görürsən ana, Quixdə olmayan məişət avadanlığı yoxdur. Bir dənə buna bax, gör necə rahat. Masanın gözəlliyinə bax, bizim qonaq otağımıza necə yaraşır. Mətbəx üçün masa. Çox gözəldir. İşçi masaları, dolablar, toplantı masaları, qeydiyyat masaları, gözləmə oturacaqları, ofis divanları, smart masa, ofis kresloları. Qardaşlar mebeldən tapa bilərsən. Bax, bu gördüyün ofis mebelində alıb göndərəcəm atava, kabinetində rahat əyləşsin. Mən bu mebelləri gördüm, ağlım çıxdı başımdan cavan şir. Heç bildim ki, nəyə gəlmişəm. Qaynana, mənim xalam oğlu maşın alverçisidir. Ondan da gedib maşın ala bilər ya. Zəmanət vereyim. Yox, zəmanət vermir, amma yaxşı sənəl vurmağı var. Baku Avtomolda satılan bütün maşınlar yalnız rəsmi nümayəndəliklərin maşınıdır. Baku Avtomolda həm Koreya, Yaponiya, həm Çin brendləri, həm klassik, sport, Avropa avtomobilləri, bir sözlə hər cür avtomobillər ala bilərsən. Ünvan da rahat deyil, Babək prospekt. Dedim, elçilər gələnə kimi bu Belçika tumlarını çıtlayaq, başımızı qataq. Tələsmə, qoy elçilər gəlsin, geçsin, sonra açıb çıtlayarıq. Yo, mən Belçika tumunu gördümsə özümü saxlaya bilmirəm. Elə mən də. O nə boyadı sən alıb evi boyamısan? Bəs hansı boyadan istifadə edeyim? Permalit boyaları. Permalitin Permamax seriyası boyaları həm mat, həm ipək mat, xarici fasadlar üçün yarı mat və mat seriyalarında boyaları var. Antibakteriyaldır, silikonludur, tez silinəndir, uzun ömürlüdür və ən əsası solmayandır. Sən ustasan, bunları sən bilməlisən. Düzdür. Tavanşir. Tavanşir. Nə olur, nə olur? Nə olur bir Tavanşir, kimdə baxatsan maşınının kapotunun qabağında şəkil çəkdirib. Bütün Instagrama, TikToka yayılıb bir şəkil. Xəbərim var. Kimdə baxat? Bax, yaxşı bax. Tanış gəlir. Maşın, yavaş danış, bacılar eşitdi. Yavaş da iş yoldaşlarım. Tamam ver. Verirəm. Tamam ver, vaxt qazanma Verirəm. Tavanşir, uzatma. Deyirəm də, dedi. Tanış gəldi. Dedi, bax, o maşın mənli idi. Amma qız mənli deyil. Mən səndən qızı soruşuram, maşını soruşmuram Tavanşir. Mən nə bilim?
Bəlkə bu şeydir, ola bilər bu. Bu şey var, maşın var, maşın. Bu qızın ölüb ki, əvvəlki maşını olub da, mən sonra almışam onu. Daşır, yalanı danışma mənə burada. Maşının birinci yəsən olmamısan, salafan almamısan, sən maşını bu. Hə. Hə, bu necə onun yəsi ola bilər? O variantın üstə xat çəkdir, o variantın üstə xat Ayda variant deyir. Cavanşir, mənə variant deməyə, Cavanşir. Mənə olan şeyi dinlə, düzünü dinlə. Uzatma, vaxt qazanma. Qazanmıram da, sən dedin, mən də nə dedim? Bu birinci variantın üstə xat çəkdir. İndi keçən növbətiyə. Ola bilərmi ki, o xanım nədir? Mən maşını saxlamışam, xanım gəlib görüm ki, yaxşı maşındır, şəkil çəkdirir. Ən gözəli budur. Həri, elə deyirsən, yaxşı. Yaxşı. Bu yaxşıdır. Ya evdə danışarıq da, evdə danışarıq. Mənə bax, Biabır əsəbləşdirmə, Cavanşir. Bu qız necə sənin barədə maşını görüb, şəkil çəkdirib ki, bu nədir? Maşının içində də şəkil çəkdirib, Cavanşir, mən yolun danışma. Vaxt qazanma, uzatma, bax fikirləşirsən, fikirləşmirəm, dedim. Gördün bə, birinci sualın cavabını verdin. Qane olmadı ki ondan. Qane olmadı. Olmadım. Mən nə dedim ki, mən başqa bir şey demədim. İndi keçir ikinci variant. Dedim qane olmadı, indi keçir... Variant deyil, mən atam məhkəmənin qabağında gözləyirəm, mən səndən boşandıram ki, variant deyil də, variant deyil. Moykadır, Moykada şey olub o. Cavanşir, Moykada qız işləyir, Cavanşir. Bəsdir yalan, Onu demirəm, mən Moykadakı oğlan var. Moykada oğlan var. Moykanı oğlan işlədir. Bəs qız deyirsən? Deyirəm də, gözlə, sən mənə həyəcanlandırırsan, mən də şeyi fikirləşmirəm. Uzatma, vaxt qazanmıram. Mən çörəkdən başqa mən heç nə qazanmıram. Mənim fikrim ancaq soruş bacılardan, gör mən burada bir dəfə ora-bura getmirəm. Mən ancaq bütün gün işləyəm. Ola bilər ki, mən apardım, verdim maşını Moykada, yadıma düşdü. O Moykada oğlan var, bir dənə qız istəyir. Qızın da atası deyib ki, əgər oğlanın maşını yoxsa mən sənə qız vermirəm. O da mənə dedi ki, olar bir saatlıq maşını verirsən. Mən bir dənə görsədim ki, mənim maşınım var və sənə, mən maşını ona görə vermişəm. İstəmişəm ki, yeni bir ailənin təməli qurulsun, yeni bir ailə dünyaya gəlsin. Mən onu fikirləşmişəm, sən fikirləşirsən ki, o qız mənim maşımda niyə otursun ki? Doğrudan deyirsən, Bəs deyəcəm, mən get bir dənə bax gör ki, mən bütün günü evə neçədə gəlirəm? 7-də, düzdür? 6-da işdən çıxıram, 7-də evdəyəm mən. Mən başqa vaxtı məndən bacılar bilir də mən bütün günü burada dəri aşırıram, dəri şeylə. İmkan vermirsən çörəyimizi qazanaq da. Düz deyirsən. İmkan vermirsən sən. Qoy atama yığım deyim, boş-boş. Əgər boşanırıqsa, boşan, ahım da tutsun sən axı. Mən çörək qazanırım, mən ailəmi fikirləşirəm, mən səni fikirləşirəm. Sənə başşuva dönüm, qoy dədə, atama indi deyəcəm ki, gözləmə boş-boşuna. Gözlə indi deyəcəm onu, mənə bax. Yanlış anlaşılma oldu Cavanşir. Nəsə, Bağışda başşuva dönüm. Yaxşı. Mənə dəyməm, bu müddət mənə dəyməm. Əsəbləşərəm də, əsəbləşərəm. Əsəbləşərəm. Oldu keçdi, bir şeydə oldu keçdi. Nəysə, bir axşam 11-də 12-də gələcəm evə. Nə qədər, neçədə? 11-də 12-də. Yox, el eləmə də çoxdur. Yox, yaxşıdır. Yox, çoxdur, 8-də evdə ol. Yox, 8-də baxaram. 8-də evdə ol. Baxaram, eşitdilər. Yaxşı, çox sıxmıram, üstüvə gəlmirəm. 8-də evdə ol. Yaxşı. Ay papa, mən boşanası olmadım. Gözləmə, ged evə. Ay qız, sana kim deyib bu şəkilləri qoy TikToka? Sən bilmirsən ki, sən mənim axıda ailəmi dağıdarsan, sən. O iki uşağı atasız böyütmə də, sən tez poz. İşin axırı yoxdur. İşin axırı yoxdur. Ay kürəkən, nə olub yenə, nə məsələdir? Yığıram zənglərimi açmırsan, evdə qızımın da yeməklərini yenə bəyənmirsən, nə olub? Bir şey də olmamış, gətirirsən məni bu Baku avtomola. Bilirsənmi qaynana, mən Lombard Mahirənin qızını ona görə aldım ki, mənim qarnımın ağrısı olmamalıdır. Amma mənim qarnımın ağrısı var. Mən sancıdan yata bilmirəm. Belə olmamalıydı. Ay dədə. Mən
mən indi başa düşdüm ki, deməli, mən sənin kürəkəni deyiləm, mən sənin sumka daşıyanınam. Mən eləyəm, gəldir, ala sumkanı ver. Mən bir həyat yaşayanmadım. Mən görmədim, o Lombard Mahirə deyirdilər, ki, Lombard Mahirənin qızını aldın, sən yaşadın, mən yaşamadım. Bu yaşayış deyil, belə yaşayış deyil, belə yaşayış deyil. Demirsən qarnının ağrısını biz bilək də bir, nədir bu sənin dərdin, azarın. Sən nə vaxt söz demirsən, sənin qaynanan eləməyib onu. Kürəkən, sən yenə məni gətirdin Baku avtomola maşın almağa. Ta maşın yoxdur. Mən sənə kifayət qədər maşın almışam. Bildin? Bir müddət yığış da bu maşınlardan. Hələ salafanını açmamısan, nə aldığın maşınların? Yox, bilirsən, qaynanam. Mən çox peşmanam. Nəyə peşman? Mən çox peşmanam. Nəyə? Mən ki, sənin qızını aldım ha. Hə. Məni topa tutanda, məni yıxıb sürüyəndə, mən hər dəfə gəlib nişan üzüyünü sahib verəndə ki, Hüseyin qaynana, mən sənin qızınla boşanışıram. Boşanışıram. Onda sən mənim qavama, Paşkatov məni susturanda, mən gələk susmayaydım. Mən gələk susmayaydım. Ki, bugünkü gündə mən bunları yaşayıram. Mən çox nahaq yerə mən Lombard Mahirənin qızını aldım. Nə oldu? Heç bir şey. Halbuki, mən sənin gəlib qızını alanda sən mənə dedin ki, kürəkən, sən mənim qızımı al, mən də səni qanadımın altına alacağım. Amma günü bugün Lombard Mahirə, hansı ki, ölkə ondan danışır, məni qanadının altına almayıb. Mən bu dəqiqə şüyürəm, mən qanad görmədim, mən qanad altı görmədim. Görmədim onu. Mən qanad gördüm, sən nə? Mən gücünün belə çığırtmasın, mığırtmasın. Amma qanad, Lombard Mahirənin qanadı başqa cür olmalıydı. Onun qanadı məni belə yıxmalıydı altına. O qartal oraya gedir, gücünü tutur, gətirir balasına, deyir, ağzı at. O bala da ağzını açır, düzüyü qoyur onun ağzına. Sən elə düzün gətir qoymalıydın ki, körəkən ağzı at, açdım qoymalıydın mənim ağzım. İndi mən də qərara gəlirəm ki, sənin qızınla boşanışıram. Bəli, bax, kürəkən, sən deyəsən yenə maşın istəyirsən, başlamısan, boşanışıram. Nəyə boşanışırsan, hə? Hansı dediyi eləməmişik biz, hə? De görüm. Mənsə, gəl belə danışaq, qaynana. Sən saraydan xəbərin var? Yox, nə olub ki? Saray bilirsən, körəkənli nətər yaşadı? Nətər yaşadı? Yox, bilirsən, yoxsa bilmirsən? Nətər yaşadı? Sənin bir dənə kürəkənin var, sarayın 5 dənə kürəkəni var, 5-i də yağın balın içində üzür. Amma mən onu yaşayışım. Sənin bir dənə kürəkənin var, sən onu gözüm çıxdıya salmışsan sən. Sənin xəbərin var şeydən? Mən depresiyadan, neçə gündür mən evdə depresiyadan mən çölə çıxamıram. Sənin məndən xəbərin var? Nə depresiyası yaşayır? Sən bilirsən, niyə maraqlanmırsan ki, məndən depresiyası çəkirəm? Ne biri görmürsən ki, bu mənim kürəkənim ne yemir, ne içmir, nədir dərdi, nədir problemi? Niyə maraqlanmırsan? Nə olub bala, bir denən bilək da, denən bilək. Biz mən hardan bilim, ay kürəkən? Nədir problemin, de həll eləyək. Ölməyib ki, qaynanan. Ha, vaxt nə demirsən eləməmişəm. Qaynana. Saray kürəkəndə ov maşını alıb, Saray kürəkəndə ov maşını alıb, Nuruşa. Nuruş bütün günü Qəbələdə ov maşının içində ov edir, cübş, doğuşan, cübş, bildirtin, cübş, çəkirik. Məndən nədir, oturmuşam evdə, cüb, təpəmə döyürəm. Mən getdim, Lombard Mahirənin qızını aldım, çox nahir, boşanışıram. Kürəkən, sən Nuruşun o ovlamağını deyənə kimi, elə niyə demirsən mənim qaynanam o ovların hamısını gətirib yığıb mənim xaladelnikimə? Xaladelniki açan kimi kəkliyin, bildirçinin, çöl dovşanın, çöl ördəyin, bütün meşəni yığmışam sənin o xaladelnikinə. Niyə onu demirsən? Mən sənə heç əziyyət verimləmə, gedib ovlayasan. Bunları dedə. Sən əgər bu maşını istəyirsənsə, tam maşın söhbəti qutarıb. O gün sənə yağın içində Maserati almışam. Hələ plonkalarını söyməmsən. Düş görüm qabağıma. Düş qabağıma getdik. Nə olar? Düş qabağıma. Düşərəm. Ev yox.
Ev yox. Yığış, yığış, Yoxşarıq, nə ev yox. yığış. Vallahi ev yox. Mənim bir arzum da ürəyimdə qaldı. Bir dəfə də mənim ürəyim sındı. Bu dəfə də mənim ürəyim şaqqıldadı. Bu dəfə də sən məni şaqqıldatdın, sağ ol. Ev yox, ev yox. Mən sənin çörəkənin olmadım. Mən sənin sumka daşıyanın oldum. Sumkada. Məni bilsən nə yandırır, qaynana? Məni bilsən nə yandırır? Mən sənin sözünə qulaq asdım. Dədəmin sözündən çıxdım. Dədəm mənə dedi ki, sənə mən bacım qızını alacam. Amma mən dedim ki, dədə, ta gecdi, mən Lombard Mahirənin qızını alacam. Mən Lombard Mahirənin qızını almaq istəyirəm. Dədəm o Lombard Mahirəni eşidəndə Lombardı ilə tüpürdü mənim üzümə. Yaxşı. Amma mən bu üzümü sildim, gəldim sənin qızını aldım. Çox peşmanam, eybi yox. Gedərəm dədəmə, dizimi atarım deyərəm, dədə məni bağışla. Dədə məni bağışla, hanı bacın qızı onu alacam. Sənin qızından da boşanışıram. Və sənəm qərar verir. Yenə başda deyib boşanışıram. Yaxşı kürəkən, gəbərib. Gəl qaydaq baxaq o maşına, yaxşı. Ya almırsansa alma, problem yox. Yox. Sən nə vaxt nəsə istəmirsən, sənin qaynanan sən almayıb. Yox, əgər rasxodun çoxsa, xərcin çoxsa... Sən bu maşına görə mənim qızımın gününü qar eləmsən, ay kürəkən. Hə? Ona görə keçinmirsən mənim qızımla. Bu maşını istəyirsən? Hə. Götürürəm sənə bu maşını. Sağ ol. Götürürəm sənə bu maşını. Qaynana, sağ ol. Təki sən mənim qızımla yaxşı keçinəsən. Sağ ol. Bax, mən indi oldum Lombard Mahirənin kürəkəni. Mən fikirləşirdim ki, gedim Özbəkistana dayımın əlinə baxım. Hə, o alsın bu maşını. Amma yox, heç kimin əlinə baxmaram mən. Bizə qaynanəmin əlindən başqa. Mənə bax görüm. Buna bax, tırıltıya bax. Lombard Mahirənin kürəkəni belə tırıllamalıdır. Dəliləmin gəlmə! Sən çox fırıldaq adamsın. Ya, razı deyiləm. Çox Narahat fırıldaqsan. gəlmə, siz onu mənə maşında da dediniz, mən sizlə razı deyirəm. İndi mən sənə elə bir söz deyəcəm, sən məndən razılaşacaqsan. Nəyə deyirsiniz? Nə çağacaqsan, razılaşacaqsan. Eşidirsən? Yaxın rəfiqəm, bacılığım Rəşidəyə yığmışam o gün. Məsləhət alırdım ki, ay bacım, mənə bir dənə məsləhətli gips yeridir, bağ üçün almalıyam. Mənim rəfiqəm mənə sizin nömrənizi verir. Ən ucuz, ən levi gipslər bu adamda olur. Deməli, siz mənim gipslərimi satırsınız da ona buna. Ya. Necə yo, nədir? Sizə faktla, sübutla danışıram elə. Mən satan yerdə tutun ondan sonra. Satan yerdə tutmam sizə. Ya. Siz çox abırsız, həyasız adamsınız, xəbəriniz var. Xeyr. Mən fırıldaqçı deyə bilməzsən. Mən bu işin üstünü açacam. Nəyin üstünü açacam? Bu işin üstünü açacam. Salam aleyküm. Xoş gəldiniz. Çox sağ olun. Məlahət müəllimə, yəni mən fırıldaqçı adam deyiləm. Mən fırıldaqçı adam olsam, mən içki məclisində oturarım. Siz bilirsiniz kimi içki, harada içki var, mən orada oturmuram. Bu halallığa bir dəlalətdir ki, mən fırıldaq adam deyiləm. Bunu tutun, üzr istəyirəm. İçki nə dəxli var ki, başa düşmədim. Yenə dəxilsiz söhbətləri qatırsınız bir-birinə. Məlahət müəllimə, görürsünüz, antika signoriyadır. Dekorativ boyadır bu. Mən məsləhət görürəm ki, bax biz bu dekorativ boyalardan alaq, evə vuraq, o çox gözəl görsənəcək. Bir dəqiqəyə mən başa düşmədim. Bəs mənim aboylarım necə olacaq? O aboyların üstündən xət çəkirik də. Aboyların üstündən xət çəkirik. Mən məlahət mənimə, görürsünüz bunları. Bunu elə bilginən ki, evdə biz divarda istifadə edəsək, ürəyiniz istədiyiniz teksturanı ala bilirsiniz. Məsələn, o sədəf boyasının teksturası budur. Görürsünüz, nə gözəldir.
Yəni ürəyin istədiyin teksturanı ala bilirsən. Çox yaxşıdır bu. Çox yaxşı. Bir dəqiqə başa düşdüyə bildik bunu. Sən məndən rulon aboyların pulunu almışsan. Hanı bu aboylar? Onun abonun üstdən xət çəkdi. İndi divar boyası bu antika çox yaxşı. Üstündən xət çəkdim nədir adı? Üstündən xət çəkdim nədir? Hanı bu aboylar? Neyləmişsən bu aboyları? Aboy vurduq. Gördük ki, hamı antika siqnoriyadan istifadə edir. Onu görüb biz aboyları söktük, turladıq, getdik. O aboyların bir tikəsini mənə göstərərsən. Cırdığın, turladığın o aboyların bir tikəsini mənə göstərərsən. Yaxşı? Bu axtararım. Sən o aboyları satmışsan. Satmamışam. Sən o aboyları Satmamışam. satmışsan. Sən bu gözünün ikisini də bəylər kimi mənə yalandaşdın. Sən onları satmışsan. Natmışsan? Satmışsan. Satmamışam. Satmamışsan. Satmamışam. Yalan danışırsan. Yalan danışmıram. Yalan danışırsan. Yalan danışmıram. Yalan Mən səni danışmıram. tutacam. Tutun. Mən səni tutacam. Tutun. O aboyları bak satdığın yerdə səni tutacam. Xeyr. Mən halal adamım. Mən halal adamım. Mən Sən çox maşenik adamsan. Xeyr. Mən adım maşınla gedirəm. Görürəm bir dənə quş vurdumsa, tükürəm aşağı, o quşu götürüb qoyuram qırağa ki, qoy qıraqda ölsün. O halallığa dəlalət edir. Nə lət eləyir? Dəlalət. O nə sözdür? Dəlalət edir də, yəni onu sübut edir. Bundan zəhmət olmasa bu şifon bundan bizə verərsiniz. Zəhmət olmasa bir qutu. Boş üstə. Gəl görüm, yaxşı bunu da aldıq. Başqa nə lazım idi? Başqa Məlahət müəllimə, deməli bizə orada deməli keçən və işlədəndə xarab oldu. Nə işlədəndə? İşlədəndə. Nəyi işlədəndə? Dreli istifadə edəndə drel yandı. Mənə bir də drel alın. Necə yəni drel yandı? O boydana drel necə yana bilər? Sən nə işlətdin ki yandı? Yəni yaxşı drel deyildi də, Məlahət müəllimə, yaxşı drel deyildi. Ona görə o da yandı. Buna bax. Gör nə gözəl qağaççıdır. Bu toklandı. Belə tabi qırcıt bunu tok özü kəsir. Cığırt kəsir özü. Sən deyəsən məni burada qazdıyıb, hər şey aldırıb, bir ucdan satırsan. Satmırsan. Satmıram, xeyr. Dəqiq satmırsan. Satmıram, xeyr. Mən sabahları o bağa falçı gətirəcəm. Gətirin. Gətirəcəm, qoy sənin üzümə baxsın, mənə desin. Gətirin. Sən mənim bu buradan aldığım hər şeyi hara satmırsan, neyləmirsən? Mən Sabah satmamışam. falçı mənə deyəcək. Desin də, desin. Mən Eybi yoxdur. satmamışam. Onda bunu götürürəm də mən. Buradan bir-iki dənə qəşəng drel götürürəm. Drel götürürəm. Falçını gətirin, drel də götürürüm mən. Götür, sabah falçı gələcək. Yaxşı. Yaxşı. Baxım görüm nə götürürsən. Bunu götürmək istəyirəm. Bunu. Buna baxayım. Heyif mənim aldığımdan. Yox, bu əlasıdır, bu əlasıdır. Eybi yoxdur, alıram, amma sabah falçını gətirəcəm. Gətirin. Gətirin. Məndə yalancılıq yoxdur. Məndə yalancılıq yoxdur. Radif. Girdik yenə bu işlərə. Alo, Radif. O dreli satdıq. Onu Məlahət müəllimə işin üstünə düşüb deyir, sabah falçı gətirəcəm, o drel yanmayıbdır. Siz onu satmışsınız. O necə eləyək o falçını? Sən o dreli kimə satmırsan, biz ondan alaq, görək başa. Yəni falçını özünə satmışsan? Bildim. Heç nə gəlsin falçı, onda biz biraz dua örgənək. Dua örgənək ki, o qapıdan içəri gələn kimi biz duaları oxuyaq, o başını götürsün qaçını. Bəli. Oldu Radif. Bu işin axırı yoxdur Radif. Bu yalan piştanın axırı yoxdur Radif. Girmişik, düzdür, girmişik. Yaxşı da qazanırıq, şirindir. Bu pulları daha şirindir, amma axırı yoxdur bu işin. Davay Radif, davay. Müstənciqin otağından çıx gəl. Davay. Bir gün tutayaqlar bizi, pis tutayaqlar. Yayımın baş sponsoru Berk Soyuq çayları, sponsorlar QX Məişət avadanlıqları, Bomba Beloçka tumları, Baku Avtomol, Qardaşlar Mebel, Permalit boyaları.